Axşamınız xeyir. Necəsiz? Biz də şükür Allaha yaxşıyıq. Neçə gündür video paylaşa bilmirdim. İndi Allah şükür paylaşdım. Bunları da yumuşdum axşam. Bunlar mənim pəncərə silən, toz alan dəsmallarımdır. Bunları da aparıb yerlərinə yığım. Bunları da yığım. Mən bunları hamısını bura yığıram. Bir də dünənki videomun altında bir xanım mənə yazıb ki, siz əvvəl pol əskisini deyir, domesteslə, ferinlə yuyardı, sonra deyir pol silərdiniz. Ay xanım, əslində qası yeni yazmışam, yenə də göstərirəm. Bax, mən əvvəl insana baxan şeydir, əvvəlki videolarına. Sonra adama yazan şeydir. Məndə bax, bundan 3 dənədir. Və indi biri şivabıranın üstündədir. Bax, məndə bundan 3 dənə. Mən həftədə bir dəfə bunu dəyişirəm. Siz heç narahat olmayın. Heç narahat olmayın. Mən yəni o qədər pinti bir insan deyirəm ki, mən onu qapqara elə pol silim. Bəlkə də olar ki, telefondan bəlkə qara görsənib, ola bilər. Amma ki, heç narahat olmayın. Mən həftədə bir dəfə, mən bunu əvvəl göstərmişəm. Mənim izləyən bacılarım bilir. Mən həftədə bir dəfə bunu dəyişirəm. Heç siz narahat olmayın. Hərə öz çox yaxşı təmizliyini bilir, narahat olmayın. Mən də öz təmizliyimi yaxşı da bilirəm. Evimi də yaxşı da təmiz saxlayıram və pol əskimi də belə təmiz saxlayıram. Heç narahat olmayın. Yəni əvvəl adamı izləyin, sonra adama söz yazın. Bundan almışam stollar üçün. Stolların ayaqları üçün. Bunları taxacağım, yoxsa pol əzilir. Mən tez-tez taxacağım. Axşam yeməyimizi hazırladım. Soyutma kartuşka qoymuşam, bir də yumurta qoymuşam. Çoxdan da soyutma kartuşka yemirik. İndi həm də göy-göyərtdə çıxıbdı, xiyar pomidor da yəni çıxıbdı. Amma xoşuna gəlir soyutma kartuşka. Xiyar tutması da çıxardım. Biraz çıxardacağım, az çıxardacağım. Qızlar, indi biberdən birinci hazırlayacağım. Belə rəhbərək biberlər istifadə edirəm. Bir dənə soğan, döş əti, ketçup, bir də mayonez. Bir də göyərtilərdən kişniş vururam. Çox dadlı olur. Belə binciklə bükürəm. Həm belə içi sulu olur, həm də belə dadlı olur. Qonaqlarım da gələndə çox bon bişirirəm. Qonaqlarım da xoşlayır. İndi uşaqlara bişirəcəm inşallah axşama. Mən tezliklə hazırlayayım. Doğradım. Belə uzun-uzun doğrayırsan. İndi soğanı da belə doğrayacağım, əti də. Belə doğradım. Soğanların belə iri görsənməyinə baxmayın. Soğanlar pişəndə belə balacalaşır. Necə deyim sizə? Yəni yumuşalır. Biberlər də belə, əti də belə doğrayacağım. Ət deyəndə ki, döş əti. Toyuğun döş ətini belə doğrayacağım. Sonra pişəndən, bunlar hamısı pişəndən sonra bir dənə 4 xörək qaşığı mayonez, 4 xörək qaşığı ketçup, bir də duz istiyot. Bir də göyərtilərdən kişniş vururam. Mənim uşaqlarım əvvəl biberi heç xoşlamırdılar. İndi mən bu birinci öyrənəndən sonra mənim uşaqlarım biberi başlayıblar yeməyə. Bu çox dadlı olur. Mənim qonaqlarım da gələndə bişirəm, qonaqlarım da çox xoşlayır. Görünüşü də qəşəngdir, dadı da çox gözəl olur. Sonra soğan az pişəndən sonra biberi əlavə edirsiniz. Mütləq ağzını da bağlamaq lazım ki, biber belə yumşalsın, qəşəng pişsin. Əti belə pişirdim qızlar. Ət də belə. Sonra hamısını belə bir əlavə edirəm. İndi buna duz vuracağım, bir də istiyot. Belə kişniş də vurdum. Dönər lavaşından bükəcəm. Onu buradan belə kəsəcəm. 10 dənəsindən 20 dənə bükəcəm. İnşallah. Hazırladım. 20 dənə çıxdı bilincik. İnşallah axşam qızardacağım. Bunu qızardan yemək yeyəndə qəşəng olur. Belə
necə deyim sizə, üstü belə xırt-xırtlı olur. Bir də örgətmək kimi olmasın, lavaşları həmişə belə ağ tərəfini bükün. Qızarmış tərəfini xeyr. Onda tez qızarır, yanır qızarmış tərəfi. Amma ağ tərəfi qızardanda eyni qızarır. Yığırdım. Armud ağacını gördüm. Elə bir üstünə qar yağıb. Gözəl açıb. Bəlkə telefondan o qədər gözəl görsənmir. Amma belə baxanda canlıda çox gözəl. Bu da gözəl açıb. Mən də paltolarımı yığıram. Kurtkalarımız hamısı quruyub. Hamısını yumuşdum kurtkalarımızı. Hamısı quruyub. Mən də bunları yığım tez-tez. Ütləyənləri ütləyim. Qalanları da yığıb götürüm. Kızarttım bilinciklərdə. Hamısını kızartmadım. Yarısını kızarttım. Yarısını da sabah kızartacağım inşallah. Çox dadlıdır. Sizi ikinci gündən salamlayıram. Mən daha dünən heç nə çəkə bilmədim. Ona görə ikinci günə çəkməyə başladım. Anişanla Vasmaya gedirəm. Anişana məktəbli köynək alacağım. Məktəbli köynək pardaya ilişib cırılıb. Bir də evə bir-iki alacaq şeylərim var idi. Onları aldım. Özümə bir-iki gül aldım. Bir-iki əyinbaş aldım. Belə. İndi gəlib evə çıxdım. Özümə belə bir gül aldım. Çox da gözəl güldür. Necə gözəldir. Bir-birə rəngi aldım. Bir-birə gül aldım. Bir də bundan. Biraz əzilibdir, amma ki, indi mən bunları əkən kimi düzələcəklər. Bunlar da çox gözəl güldür, tütün gülüdür. Daimi də açan güllərdəndir. Bu da çox gözəldir. Maşallah, o qədər canlı açıb. Çox da gözəl güldür. Bir də bu gül aldım. Çox da gözəl güldür. İnşallah bunların da torpaqlarını dəyişdirəcəm. Bugün evləri təmizləyəcəm. Gülləri də buraya yığmışam müvəqqəti. Pəncərənin qabağını yuyacam. Bunları da belə yığmışam bura. Hamısı da bir-birindən gözəl. Hamısı açıb. Mənim ürəyim açılıb bunları görəndə. Baxın necə gözəl açıb. Hamısı da gözəl açıblar. Maşallah olsun, bu da çox gözəl açıb. Şimdi mən gedib tez-tez pəncərənin qabağını silim. Bugün evləri təmizləyim inşallah. Bunları da sildim. Mən hər evləri təmizləyəndə kondisionerin üstünü, bir də bu kafelləri, çöl tərəfinin kafelərini hər dəfə silirəm. Yoxsa ürəyim partlayar. Elə bilirəm ki, yəni bulaşıq təriyir. Bunları da inşallah görək, bugün vaxtım olsa bugün dəyişdirəcəm qablarını. Bunlar çünki adi elə belə qablardır. Bunları inşallah qablarını dəyişdirəcəm. İstəyirəm ki, paltarlar asan tərəfdən qab alın, belə asılmalı qab. Əslən qalsa bunlar asılan qablardır. Mən sadəcə bunlardan qorxuram. Bunlar biraz külək əsəndə deyirəm, birdən nazikdir bu ipləri. Birdən qırılar kimisə
başınız zaten düşər, ona görə qorxuram. Onları açmıram. O belə reşitkaya taxılan qablardan alsam, tapa bilsəm alsam, bunları oraya əkəcəm inşallah. Çünki orada da gözümün qabağında olsun, xoşuma gəlir belə. Maşallah çox gözəldir, açıblar. İndi mən gedib evləri təmizləyim. Evlərdə dəhşət qarışıb. İnşallah indi gedib evlərimi təmizləyəcəm. Buralar da qarışıb. İndi birinci bu otağı yığışdıracağam. Sonra uşaqlar dərsi yola salıb zalını, mətbəxi təmizləyəcəm. İndi birinci buranı yığışdırım ki, uşaqlar da durubdu. Dərslərini də oxuyublar. İndi buranı yığışdırım tez-tez. Dəhşət qarışıb. Qaynanam geri yumurta göndərmişlər. Mən də biraz özümüzə saxladım. Biraz da qaynım geri göndərdim. Buranı da yığışdırıb qutardım. Belə buranı sərgiyə saldım. O günlük pərdəni də qırağa eləmişəm. Həm belə düzdür, belə görsənmir çox. Amma ki belə mən baxanda güllərim çox gözəl görsənir. Ona görə güllərim indi açıb deyənə günlük pərdəni qırağa edirəm. Bir də axşam çəkirəm günlük pərdəsini. İndi deyirəm qoy gülləri görüm. Polonu da sildim. Bura qutardı, Allah'a şükür. İndi keçirəm o birisi otaqlara. Biraz nə belə aparat alıb. Bilməm bu necə aparatsa. Onların aparatın bir şurupları da yoldaşıma aitdi. Mənimki. Belə sumaq alıb, pul biber. Böyle skoç alıb. 200 duş skoçdu. Bu da adi skoçlardan. Yay geldi. Havalar isindi. Herkesin evinde olmazsa olmaz. Ağcaqanad dərmanı. Bunları alıbdı. 2 dənə ağcaqanad dərmanı. Evdə bilməm gecələr mən paltar sərirəm. Bilməm ona görədir nədir. Görüm ki, hərdən evdə ağcaqanad olur. Bir də alüminium kağız alıb. Sonra belə qoz sındıran alıb. Mənim qoz sındıran sınıbdı. Bir qoz sındıran alıb. 2 dənə belə istiyor. Duz qabı alıb. Aslında qasa var idi evdə. Yəqin yoldaşımın xoşu gəldi yenə. Wow. Axşama hündüşka pişirəcəm. Sobada. Yarısını pişirmişdim. Yarısını da indi pişirəcəm. Belə zoğal turşusu vurdum üstünə, palçıq turşu. İndi istiyot da vurdum. Duz da vurdum. Turşu da vurdum.
İndi kağıza büküb qoyacağım sobaya. Büktüm qızlar. İndi mən bunu aparıb sobaya qoyum. Bir iki qab çıxdı. Onları da tez-tez yuyum. Buranı belə təmizləyib qurtardım. Şişkanın yanına belə badımcan, pomidor da qoymuşdum, biber. Bundan da manqal salatı düzəltəcəm. Çox dadlı olur manqal salatı. Uşaqlar da yeyir, özümüz də yeyirik. Bir dənə kekis pişirdim. Dedim axşam çay içək. Üstü belə çox partladı. Bilməm niyə partladı, amma ki dadı qəşəng idi. Özü belə qəşəng çıxdı. İndi mən sizlə sağollaşıram. Gecəniz xeyrə qalsın. Allaha əmanət olun. Bəlkə də qarışıq video oldu, amma dedim ki çoxdandır bacılarıma video paylaşmıram. Bir balaca bir video paylaşım. Allaha əmanət olun. İnşallah gələn videolarda görüşənədək. Mənə dəstək olmağı unutmayın bacılarım. Sağ olun, gecəniz xeyrə.